Süni intellektin meydana çıxması ilə belə bir fikir yarandı ki, akademik yazı sahə olaraq robotlaşmağa doğru gedir və artıq onun rəsmi tədrisinə ehtiyac yoxdur. İlk olaraq onu anlamalıyıq ki, əslində süni intellekt yeni bilik yaratmır. Yeni bilik yaratmaq elmin əsas məqsədlərindən biridir. Yeni bilik, yeni anlayış, fərziyyə, elmə töhfə vermək deməkdir. Hansını ki, süni intellekt müstəqil şəkildə icra edə bilmir. Süni intellekt insan tərəfindən artıq yaradılmış məlumatları analiz edir, onları birləşdirir və ortaya statistik ortalama bir cavab çıxarır. Və bunu anladığımız təqdirdə biz artıq əsl akademik yazının gücünü, potensialını anlaya bilərik. Sadəcə akademik yazıya əksər tələbələrin yanaşması belədir ki, bu sadəcə bir mexaniki bir prosesdir. Qiymət almaq üçün, bir mərhələdən digər mərhələyə keçmək üçün, diplom və dissertasiyanı müdafiə etmək üçün sadəcə bir alətdir. Təbii ki, belə yanaşıldığı təqdirdə akademik yazı sıxıcı bir proses olaraq gəlir.